Salam, hər vaxtınız xeyir olsun. Xocalıdan salamlayırıq sizi və Xocalı Əsgəran yolunun tam yaxınlığındayıq və görürsünüz burada texnikalar var, bərpa quruculuq işləri həyata keçirilir və bu bərpa quruculuq işlərində qazıntı işləri həyata aparan zaman burada 7 nəfərin məzarlığı, qalıqları aşkar edildi və bununla bağlı olaraq media nümayəndələri birlikdə bura ezam olunduq və buradakı informasiyaları, eləcə də kadrları sizin diqqətinizə çatdırmağa çalışdıq. Və onu da qeyd edeyim ki, əvvəllər bura daha yaxın deyim, bəlkə də bizi izləyənlər arasında Xocalıda yaşayanlar olublar. Bura əsasən əvvəllər Xocalı Toxuculuq fabrikinin yaxınlığı daki ərazidir. Ancaq indi burada artıq Xocalı yarım stansiyası fəaliyyət göstərir, inşa olunub və bu məzarlıq da məhz bu istiqamətdə tapılıb. İstərdim ki, qonağımız Əmir Əliyev var, İnsan Hüquqları Təşviqi Mərkəzinin rəhbəri yanımdadır hazırda və istərdim sizə sual ünvanlayım. Hər vaxtınız xeyir olsun Əmir bəy. Ermənistanın artıq Xocalıda bu üçüncü kütləvi məzarlıqdır ki, aşkar edilir Azərbaycan tərəfindən. Ermənistanın bu kimi addımlarında qarşılıq olaraq hansı kompensasiya ödəyəcək? Mən hesab edirəm ki, bu ümumiyyətlə törədilən beynəlxalq cinayətlər sisteminə aiddir. Yəni, Ermənistan dövləti törətdiyi cinayətlər ki var, bu faktlardan biri ondan ibarətdir ki, burada insan qalıqları, əlbəttə indi bu qalıqların arxasında nələr var? Demək, zorakı yoxa çıxmalar, yəni öncə məlumat verildi ki, 4000 insan taliyi məlum deyil. Bu 4000 insan taliyi məlum deyilsə, artıq bu bir istiqamətlidir. Törədilən burada əlbəttə bu qalıqlar ekspertiz edilməlidir. Burada işgəncə faktorları müəyyənləşdirilir. Ona görə törədilən cinayətlər, təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri bu bir silsilədir və bugün bilirsiniz ki, məhkəmə prosesi gedir. Həmin törədən şəxslərin bir qismi deməli məsuliyyətə cəlb edilib və müvafiq məhkəmə qərarlarının qəbul edilməsi gözlənilir ki, onların təqsirinin sübut edilməsi ilə bağlı. Digər bir məsələ Ermənistanın məsuliyyətidir. Yəni, Ermənistan bir şəxslərin, fərdlərin məsuliyyəti, bir dövlətin məsuliyyəti. Dövlətin məsuliyyəti əlbəttə bu siyasi məsuliyyətdir. Beynəlxalq hüquqla götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, törətdiyi cinayətlərə görə və əlbəttə dəymiş ziyan. Dəymiş ziyan çox əhatəlidir. Biz öncə gələndə də gördük. Tamamilə bütün yaşayış yerləri, bütün infrastrukturlar tamamilə dağıdılmışdır. Bu əlbəttə hesab edirəm birbaşa vurulmuş ziyanlar var. Ümumiyyətlə beynəlxalq hüquqda bu müəyyənləşdi, birbaşa vurulmuş ziyanlar. Halbuki bir deməli yaşayış üçün ümumiyyətlə bir belə heç nə yoxdur. Bu bir. İkincisi dolayısız ziyanlar. Yəni bilirsiniz ki, dövlətimiz uzun müddət məcburi köçkünlərə, qaçqınlar üçün, onların həyat şəraitini yaxşılaşdırması üçün dövlət xeyli bura vəsait ayrılır. Bu da Ermənistanın ödəyəcəyi bir deməli o maddi məsuliyyətinə daxildir kompensasiya. Üçüncüsü, əlbəttə əldən çıxmış faydalar. Uzun müddət dövlət buradan, nə qədər müddətdə burada dövlət, Azərbaycan dövləti nə qədər buradan belə desə, müəyyən turizmdən, insanların yaşayışından, insanlar özlərinin mülkiyyətindən xeyirlər götürə bilərdi. Tamamilə onlar da əldən çıxır. Hesab edirəm bu əlbəttə Ermənistanın məsuliyyətini genişləndirir. Bu, bugün mədəni irsə vurulmuş ziyan, o talanlar, bunların sayı hesabı yoxdur. Bu qədər. Təşəkkür edirəm. Əmir bəy bizə insan hüquqları ilə bağlı informasiyalar diqqətə çatdırdı ki, Ermənistan qarşılıq olaraq kompensasiyanı necə ödəməlidir deyə bizə bildirdi və bir daha onu xatırladıram ki, Xocalı Əsgəran yolunun yaxınlığındayıq və 7 məzarlıq aşkar edilib, 7 insana məxsus və hələlik araşdırmalardan bəlli olur ki, eyni zamanda orada geyimlər var. Həmin geyimlərdən də bəlli olur ki, bu şəxslər qadın cinsinə məxsus olublar. Ancaq bundan sonra ekspertiza rəyləri aparılacaq və daha detallı formada informasiyaları əldə edəcək. O zaman izləyicilərimizə daha detallı informasiyaları da ötürməyə çalışacaq. Ancaq hələlik məndən bu qədər və sözü yenidən siz ötürürəm.